Bu nəfəs texnikalarını işlədikdə tənəffüs məşqləri burnun iki tərəfdən sağ-sol yollarını açır. Xüsusi nəfəs terapiyaları var. Məsəl üçün nəfəs məşqləri var. Adi götürək bədənə enerji verən nəfəslər. Atəş nəfəsi. O nəfəsi yerinə yetirdikdə istər-istəməz biz bu nəfəs yollarında yanmaları hiss edirik. Yəqin ki, siz o nəfəsləri işləmişsiniz. Elə işləmişəm belə. Bəli. O nəfəsləri işləyə-işləyə siz nəfəs yollarınızı açırsınız. Çox güclü nəfəslərdir. Yəni insana güclü enerji verir. Məsələn, ən çox bu nəfəs, adi məsələn, atəş nəfəsini götürək, eləmək lazımdır. Ümumiyyətlə nəfəs texnikalarını işləmək lazımdır səhər tezdən. Səhər yuxudan durduqdan sonra bu texnikalar vacibdir işləmək bütün insanlara. Yəni sadəcə öyrənsinlər. Nə üçün vacibdir? İlk öncə bədənə enerji verir. Həm də yüngüllük gətirir. Bədənə yüngüllük gətirir. İnsan özünü çox rahat hiss eləyir. Məsələn, insanlar var xroniki yorğunluqdan əziyyət çəkirlər, yuxulluqdan əziyyət çəkirlər və həmişə yatsalar da, yatmasalar da bu insanlar yorğundular. Sadə nəfəs çalışmalardır. Bunları öyrənsələr, bir dəfə, iki dəfə səhər tezdən durub bunu yerinə yetirdikdə o bədəndə olan həm passivliyi, həm bədənin tənbəlliyini tamamilə bədəndən çıxardır və bədənə güclü enerji verir. Sırf hamısı nəfəs texnikalardır. Məsələn, bu çalışmalar hamısı Ayurveda ədəbiyyatlarında vardır. Sırf yoga nəfəsləridir və nəfəs terapiyalarıdır. Məsələn, orada rəylərə yazırlar ki, hansı kitablarda var. Ayurveda kitablarını alsınlar, oxusunlar. O kitablarda çox böyük nəfəs çalışmaları var. Sırf orqanizm üçün. Orada yoga terapiyalardır və yoga terapiyanın içində nəfəs çalışmaları. Hindistanda bu institut kimidir. İnstitutda 4 il keçirlər. 4 il dərs keçirlər ki, onu öyrənsinlər. Bəli. İnşallah biz də gedərik. Belə də eləyə bilərsiniz. İnşallah.